Bugün her şey var, heç nə yoxdur. Yəni biz hər şeyin içində yoxluq dərdi çəkirik. Ancaq kasıb yıxılır, həyatını dəyişir, diriyor intihar elədi. Olub ki, o musiqiyə qulaq asıblar, intihar ediblər. Sonra o musiqini qadağan ediblər. Adam var zəhər toluğunda, ağzı açılır. Ancaq onu bunu acılamaqla məşğuldur. Kiçik şeydir. Ancaq həyatımızda böyük fərq yaradır. 3 dəfə ailə qurub, birində bu pis idi, ikincidə o. Üç özün pisən də. Evet. Bu qaçıb canını qurtarırsan, qalmısan. Yəni burada mənəvi qidalanmaq sənin həyat keyfiyyətini artırır, sənin rifahını artırır. Asıllığı olan insanın özünə hörməti aşağı olur. Asıllığı olan insan özünə nəzarəti aşağı olur. Özünə hörməti yüksək olan insan ədalətli insan. Ona güclüdür, nə zəifdir, o ədalətli. Nə üçün yaşadığını bilən insan üçün necə yaşamağın bir anlamı yoxdur. Salam, şəxsi inkişaflarına fikir verənlərin kanalının bugünkü qonağı Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri psixoloq Elnur Rüstəmovdur. Xoş gəlmisiniz Elnur bəy. Xoş gördük. Təşəkkür edirəm dəvət üçün. Mən də təşəkkür edirəm gəldiyiniz üçün, dəvətimi qəbul etdiyiniz üçün. Bizim podkast izləyicilərimiz, auditoriyamız bilir, şəxsi inkişaf üzrədir və biz çalışırıq ki, Azərbaycanın dəyərli beyinlərini dəvət eləyək. Məqsədimiz də bizim töhfə verməli və qonaqlarımızın da məqsədi odur. Bir daha gəldiyiniz üçün təşəkkür edirəm. Sağ olun. Elnur bəy, suala mənim özüm üçün də maraqlı olan bir məsələ var. Mənim özümün də bəlkə problemimdir bu. Yox deyə bilməmək. Bəzən bizim məqsədlərimizdən yayındırır bu şey. Yox deyə bilmirik, enerjimiz başqa şeylərə gedir, fikrimiz başqa şeylərə yönəlir və bunu özümüzdə formalaşdıra bilmirik. Deyirik ki, yox, sabahdan başqa cür olacaq, amma yenə də istəmədiyimiz şeylərə yox deyə bilmirik. Bunu necə aşa bilərik? Bunun bir texnikası varmı? Səbəbi nədir? Necə mübarizə apara bilərik bununla? Yox demə bilməmənin səbəbi kimi daha çox bu insanın keçmişi ilə əlaqələndirilir. Dolayısıyla onun böyümə şəkli belədir ki, bu yox deməyi bacarmayıb. Çünki yox demək bizim üçün ayıb bir şey olub. Yəni sən necə yox deyə bilərsən? Söhbət həm kiməsə kömək mənasında gedirsə, kiməsə nə isə vermək mənasında gedirsə, bizi belə böyüdüblər ki, sən bunu etməlisən. Bacararsan, bacarmazsan, o ayrı bir şeydir, ancaq sən bunu eləməlisən. Bu bizim böyümə şəklimizdən qaynaqlanır. Və digər bir tərəfdən insan sosial varlıqdır. İnsan sosial təsdiq istəyir, sosial qəbullanmağı istəyir. O fikirləşir ki, mən yox deməsəm, həm də özümü təsdiq etmiş oluram ki, mən burada faydalı ola bilərəm. Şübhəsiz ki, səndən bir şey istəyirlərsə, deməli, sən o cəhətdən üstünsən. Çünki bunu səndən istədi. Deməli, onda olmayan səndə var. Və buna görə də bu sənə müraciət edir. Və bilinçaltı olaraq sən nə edirsən? Deyirsən ki, mən bu işdə sənə kömək edəcəyəm. Elə insanlar var ki, o kömək etmək gücündə deyil. Ancaq çalışır ki, kömək eləsin. Məsəl üçün insan var ki, kimsə ondan deyək ki, maddi dəstək istəyir. O gedir, borc götürür, gedir verir kiməsə. Niyə? Özünü təsdiq eləmək istəyir. Və nəticədə görürsən ki, özü də əziyyət çəkir, ailəsi də əziyyət çəkir. Niyə? Çünki o kənardan qəbul olunmağı istəyir. Əgər o özünü ailədə təsdiq edə bilsəydi, qəbul olunsaydı və özü fərd kimi özgüvəni yerində olsaydı, o yox deməyin sərhədini bilərdi. Yox deməkdə qəbahət bir şey yoxdur. Bir şeydə ki, kömək edə bilərsənsə, o zaman kömək elə. Yox edə bilməzsənsə, qarşı tərəfi də sən məşğul etmə. O gedib bir başqasından kömək istəsin. Yoxsa sən bunu söz verəcəksən, vaxt tutacaqsan, zaman qazanacaqsan. Əlbəttə ki, sən özün narahat olarsan və qarşı tərəfi də qeyri-müəyyən bir vəziyyətdə saxlayarsan. Bu bizim böyüdülmə şəklimizdən qaynaqlanır.
Bu bizim sosial təsdiqimizdən qaynaqlanır. Bu sırf biz uşaqlıqla bağlı. Daha çox bəli, keçmişlə bağlı və insan bunu aradan götürmək üçün birinci növbədə onda fərqindəlik olmalıdır. Yəni insan başa düşməlidir ki, bu niyə yox deyə bilmir və bunun kökü nədən qaynaqlanır. Və onda hansı belə deyək ki, natamamlıq kompleksi onu yox deyə bilməməyə gətirib çıxarır. Çünki fərqindəlik özü ən vacib bir məqamdır. Ondan sonra artıq insan fərqinə varandan sonra çıxış yolu tapacaq. Hər kəs özünə məxsus formada bu çıxış yolunu tapacaq. Çünki bunun standart forması yoxdur. Əlbəttə insandan insana bu dəyişir. Önəmli olan insanın bunun fərqində olmasıdır. Yəni bugün bu cəmiyyətdə çox ciddi bir problemdir. Tək bizdə deyil. Yəni bu insana xas olan bir xüsusiyyətdir. Adam da var ki, öyrəşib ancaq kömək istəməyə. Vardı, yenə də istəyir. İnsan var ki, öyrəşib elə ağlayır. Deyir ki, heç nə yoxdur. Həyat pisdir, yaşamaq pisdir. Ancaq görürsən ki, hər cür belə deyək də yaşamaq üçün şərait də var. Bu adam yaşaya bilmir də. Bu öyrəşib bizdə deyirlər ağlamağa. Davamlı ağlayır və özünə də inandırıb ki, mən ağlayanda hər şey yaxşı olacaq. Mən desəm yaxşıdır, sonra pis olacaq. Yəni bu kimi yanaşmalar. Ümumiyyətlə insan çox mürəkkəb bir varlıqdır və bütün insanları aşağı-yuxarı birləşdirən ortaq bir yanaşmalar var. Yəni dünyanın hər yerində insanlar aşağı-yuxarı yaxşı bir şey görəndə gülürlər. Biz bir şey görəndə kədərlənirlər. Biz reaksiyalarımız demək olar ki, təhlükə görəndə qaçırıq. Yaxşı bir şey görəndə ona doğru gedirik. Biz nə qədər desək ki, bizə həzz verən şeylərə qarşı biz daha çox meyillənirik. Yəni nə qədər desələr ki, filan qida pisdir, filan içki pisdir. Görsən yenə də insanlar ondan istifadə edirlər. Niyə? Çünki orada həzz almaq var. Həzz həmişə öndə olur. Və çox vaxt insanlar həzzi sağlamlıqdan önə keçirirlər. Həzz öndə olur, sağlamlıq arxasında olur. Yox, sağlamlığı problem yaşayandan sonra onun yeri dəyişə bilər. Əgər o sağlamlıqda problem yoxdursa, uzun müddət o formada gedə bilər. Yəni bizdə istər dediyim kimi qida ilə bağlı, istər müəyyən içki ilə bağlı və digər şeylər, geyim ilə bağlı. Yəni adama deyirsən ki, hava soyuqdur, sən bunu geyinmə, sənə soyuq olacaq. Keçir güzgün qabağını deyir, mənə yaxşı yaraşır, problem yoxdur. O soyuq olsun, yetər ki, mən bunu geyinim, çölə çıx. Yaxşı hiss eləyim. O özünü yaxşı hiss edir. Onu da yaxşı hiss edir, ona görə o sağlamlıqla bağlı məsələ artıq ikinci mərhələdir. Gəlir, xəstələnir, peşman olur, 2 gündən sonra yenə də eyni şeydir. Yəni ona görə bu məsələlərə biraz bir mənalı cavab vermək. İnsan övladı üçün niyə yaxşı hiss eləmək bu da vacibdir? Hər şey bunun üstündə qurmuşuq demək, o dünya bunun üzərindədir. İnsan belə qurulub ki, insan həzzə yönəlikdir. İnsan acıdan qaçandır. Yəni deyək ki, sağlamlığında problem var. Buna belə deyək də iynə vurulmalıdır. Beləsi var, qaçır tuta bilmirlər ki, o iynəni vursun. O iynəni ona görə vururlar ki, o sağalsın. Və yaxud ağır xəstədə əməliyyat olunmalıdır. Əməliyyat bilirsə ağırlı bir şeydir. O dərəcədə ki, insan anlaqsız vəziyyətdə əməliyyat olunurdu. Ancaq sonda nə olur? Sağlamlığı bərpa olunur. Ancaq heç kim belə rahatlıqla əməliyyata getmək istəmir. Yəni insan işləndə ki, mən əməliyyat olunmalıyım, başlayır narahat olmağa və özünü pis hiss eləməyə. Niyə? Çünki orada acı var. Bunun bərpa dönəmi var, bunun sağlamlığında problem var. Və biz görürük ki, insan fitrətən acıdan qaçandır. Bu fitrətdir. Bu fitrət. Və həzzə yönəlikdir. Yəni o bilir ki, misal üçün orada həzz varsa, o ona yönəlir. Bütün zərərli vərdişdən. Baxın, əksəriyyəti hamısı
Yani bunlar hamısı ziyan verir, ancaq yenə də insan onu edir. Narkotik olsun, alkoqol olsun, indi onlayn oyunlar olsun, qumar olsun. O bilir bu fəsadını. Ancaq həmin an ona həzz verir. O bunu edir. O sonra fikirləşir ki, bu pis şeydir. O sonraki peşmançılıqda fayda vermir ki, olan oldu. Belə bir mən müşahidə edirəm, bilmirəm bəlkə çox adamdan deşmişəm. Ki görürük ki, hamı yorğundur, hamı bezib. Yəni bir əzgin də hamı elə bilirsiniz. Yəni indi metro, avtobus istifadə edənlər daha çox görürlər. İnsanlar biraz daha yorğunluq hiss olunur insanlarda. Hansı ki çox da fiziki işlərdə işləməyən adamlar var. Bu ruh halı nədən yaranır bizdə? Bu yorğunluq, bezginlik, məqsədsizlik nədən gələ bilər? Əlbəttə individual da başa düşürəm, amma bunun bir sosial səbəbi var ümumiyyətlə ki, biz deyirik ki, məsələn, bu şeydən də cəmiyyətdə bir virusdur, yayılıb və hamıda bu bezginlik və narahatçılıq var. Əslində mən tez-tez bu fikri deyirəm. Bugün hər şey var, heç nə yoxdur. Yəni biz hər şeyin içində yoxluq dərdi çəkirik və bugün ən böyük problemi daha da aktualdır, məna axtarır. Bugün insanlar anlam axtarırlar. Ayaqda durmaq üçün, yaşamaq üçün. Bugün biz informasiya əsrində yaşayırıq. Və bu ifrat informasiya məna axtarışında problemlər yaradır. Bugün hər şey alçatandır. Bugün insanların ən böyük problemi mənalı yaşamaq problemidir. Yəni insan öz həyatına məna qata bilmir. Çünki o təməl dəyərlər ki var idi, onların demək olar ki, böyük bir əksəriyyətini silkələdilər. Məsəl üçün ailə, böyük kiçik, indi ona ağsaqqal deyirik, ağbirçək deyirik, ictimai qınaq, dediyim kimi sevginin özü və bunun kimi də o təməl dəyərləridir ki, o insanı ayaqda saxlayırdı. Deyək ki, insan ailəsi üçün hər bir şeydir. Normal insandan söhbət gedir. Hər iki tərəf bu ailəni qorumaq üçün mübarizə aparır. Və bu onun həyatına anlam qatır. Səhər sevərək işə gedir, axşam da sevərək evə qayıdır. Və bugün təsəvvür edin ki, o ailə götürülür burada. O sevərək işə gedərmi? O sevərək evə dönərmi? Xeyr, bu dəyər götürülür. Ora boş qalır. Və ona görə də bugün insanlar əslində yorğun hiss etmə səbəbləri məna qata bilməmələrinəndir. Və yaxud qatdıqları mənada 2-3 gün gedir. 2-3 gündən sonra adiləşir. Və yaxud nə bilim başqa bir şeylər çıxır orada. Düzdür, bu psixologiyada logoterapiya var. Və bununla bağlı Viktor Frankl'ın daha çox bununla bağlı həm araşdırma, həm kitablar yazıb, elə insanın məna axtarışı kitabı. Ondan sonra belə yayılmağa başladı. Bugün daha çox aktualdır. Misal üçün psixologiyada logoterapiya deyir ki, sabahına nikbin baxan insanın psixoloji problemləri də az olacaq. Əgər bir insanın psixoloji narahatçılığı varsa, bu həm də o deməkdir ki, onun sabahla bağlı ümidi azdır. Və onlar deyirlər ki, psixoloq müraciət edənin sabahla bağlı üfüqünü genişləndirməlidir. Sabaha nikbinliyini genişləndirməlidir. Belə olan təqdirdə psixoloji problem arxa planda qalır. Və yaxud onun paralelliyində ekzistensional terapiya vardı. Burada Irvin Yalom da vardı, Frankl'ın özü də vardı. Digər mütəxəssislər. Onlar məna axtarışına fərqli formada baxırdılar. Misal üçün, kim mənanı nədə görür, kimisi azadlıqda görür, kimisi nə bilim ölümdə görür, kimisi nə bilim sevgidə görür, kimisi varlıqda görür və sair yanaşmalar vardı ki, onlar hər biri bəlli bir şeyə istinad edib həyatın mənasını onun üzərindən
formalaşdırırdılar. Terapiyada həmin o mənaya psixoloqlar toxunur, yəni dəyişirlərmi bəzən? Məsələn, biri həyatın mənasını maddi imkanda görür, məsəl üçün. Psixoloqlar ona təsir edirlər, onu dəyişib ona yeni bir şey qoyurlar, yoxsa elə ondan davam edirlər, onun gələcəklə bağlı ümidini ondan böyüdürlər. Psixoloq heç nə qoymur. Psixoloqun işi nəsə qoymaq deyil. Psixoloqun işi o zəmini yaratmaqdır. Çünki sonda psixoloq ona müraciət edən insanın həyat haqqında hər şeyə belə deyək, informasiyaya sahib olan insan deyil. Bir insan psixoloqa hər şeyini danışmır ki. Bəlli bir şeyləri danışır. O hər şeyini danışmaq üçün gərək 10 illərlə psixoloqa gedə və orada da gərək həyatdan dayana ki, mən saxlamalıyam, oturum mən keçmişimi hamısının təfsilatı ilə yadımda qalanları danışım. Və tək yadda qalanlar tək demək deyil, onun yaşamış olduğu emosiyalardır. O emosiyalar da var axı orada. Psixoloq zəmin hazırlayır, o bir də həyatına baxa bilir və özü qiymət verir və bu dəfə əlində bəlli bir alətlər olur. O bilir ki, harda nə eləmək. Əgər burada buranı süpürmək lazımdırsa, mən bu dəfə süpürgəni götürməliyəm. Silmək lazımdırsa, o vaxt süpürgə orada yaramır. Bunun üçün mən, nə bilim, məsələn bir əski götürməliyəm, silməliyəm. Aydındır. Əgər mən gedib qənd alacağamsa, bunun üçün metr yox, çəki lazımdır. Kiloqramla, qramla ölçülür. Yox, əgər mən gedib parça alacağamsa, orada kiloqram rol oynamır. Sən orada artıq metri götürürsən, parça alırsan. Yəni sən artıq hansı situasiyada, hansı alətdən istifadə edəcəksən, onlara sahib olursan. Yəni səni əsəbləşdirən, səni özündən çıxaran, əhvalının tez-tez dəyişmə səbəbləri nədir? Bu fərqindəlik yaranır və ikinci dəfə belə situasiya ilə rastlaşanda sən bilirsən ki, burada nə etmək lazımdır. Yəni psixoloq zəmini hazırlayır. Yoxsa psixoloq konkret tövsiyə vermək biraz çətin. Bilinən bu cəmiyyətdə səhv bilinən məşhur fikirlərdən biridir ki, psixoloq bir şey danışır. İstədim ki, bir psixoloqun dilindən eşidim. Bizim də dostlarımız var psixoloqlar. İndi aşağı-yuxarı məlumatlıyıq məsələdə. Və insanlar elə bilər ki, biz psixoloqun nəsə dəyişəcək. Əslində çox gözəl izah elədiniz ki, bir zəmin yaradılır və alətlər verilir ki, bir fərqindəlik verir. Yəni uzaqdan baxa bilirik həyatımıza, artıq o fərqindəliyi psixoloq verir ki, indi bax dəyişmək istəyirsənmi, istəmirsənmi? O cəmiyyətin psixoloqdan gözləntisidir. İndi belə deyək də, bu normal bir şeydir. İnsan da fikirləşir, bu psixoloqdur, məni yaxşı tanıyır, insanları yaxşı tanıyır. Ola bilər hansısa bir məsləhət istəsin, hansısa bir tövsiyə istəsin. İndi bəzən olur da psixoloq tövsiyə də verə bilir, məsləhət də verə bilir. Ancaq peşəkar fəaliyyətdə o onun kompetensiyasına daxil olan bir şey deyil. Və psixologiyada qeyd olunur ki, psixoloq o halda konkret məsləhət, tövsiyə verə bilər ki, müraciət edən insan qərar qəbul etmək iqtidarında deyil. Yəni o qərar verə bilmir. Bu zaman müvəqqəti olaraq hansı qərarın verilməsində psixoloq birbaşa iştirak edəcək. Qərar vermək iqtidarında deyil. O da bir yerə qədər. Ondan sonra yenə də artıq ona ötürülür. Yəni axır yenə də pasiyentin özündə bitir. Biz bu fəaliyyəti belə dəyərləndirə bilərik də. Məsəl üçün paralellik aparıram da. Müəllim dərs deyir. Hamı eyni qəbul eləmir ki. Sinifdə 20 uşaq var. Hamı eyni cür götürmür ki o dərs. Kimisi daha yaxşı mənimsəyir, kimisi daha pis mənimsəyir, kimisi daha üst mənimsəyir. Yəni psixoloq da insanlarla iş prosesində o demək deyil ki, o hamısına faydalı ola bilər. Əlbəttə. Bəlkə o psixoloqun işlədiyi sahə deyil. Bəlkə o problem ona aid deyil. Burada yaş ola bilər, yaş qrupu ola bilər, problemin dərəcəsi ola bilər, problemin başqa şeylər ola bilər ki, o psixoloqun belə deyək də işlədiyi sahə deyil.
Burada da onun işlədiyi sahələr var ki, hansı məsələ ilə işləyir, hansı problemlərlə işləyir. Nur bəy, bir insan zehni yorğunluqla emosional yorğunluğu necə ayırd edə bilər? Bəzən özüm də fikirləşirəm bunu. Yəni çox yorğun hiss edirəm özümü. Deyirəm ki, bu bezmişəmmi, bu yorğunluqdur, yoxsa tempolu işləndimi? Bu necə ayırd edə bilirəm? Bunun texnikası var ümumiyyətlə belə bir şey. Ümumiyyətlə belə deyək də, bunu çox vaxt ayırırlar. Fiziki yorğunluq, bir də psixoloji yorğunluq. Fiziki yorğunluq bəlli, bunun standartı var ki, hər bir insan gün ərzində, yəni 24 saatda 8 saat yatmalıdır. Bu belə deyək də, aşağı-yuxarı bir standartı var. İnsan 3 saat yatarsan öz işindir, 12 saat yatarsan öz işindir. Bunun aşağı-yuxarı 7-8 saat yatmalısan ki, sənin orqanizmin bərpa olunsun. Bu fiziki yorğunluğun aradan götürülməsi istiqamətində qoyulan bir belə deyək də tələb kimi verilir. Bir də var psixoloji yorğunluq. Axı bizim psixamızda var. Və o da yorula bilir. Biz gərək gün ərzində ruhumuza da, mən demirəm 8 saat, heç olmasa 1-2 saat vaxt ayırmalıyıq biz ruhu sağlamlığı üçün. Bura daxildir kitab oxumaq, bura daxildir yürüyüş etmək, bura daxildir insanlarla ünsiyyətdə olmaq, bura daxildir, nə bilim, ailə ilə zaman keçirmək. Yəni bunlar hamısı yönəlib nəyə? Ruhi sağlamlığa. Biz bunu nə qədər nə edə bilirik? Mən 2 saat dedimdə, əgər mən fiziki sağlamlığımı bərpa etmək üçün 8 saat mənə lazım olursa, ruhi sağlamlığını 4 saat heç olmasa vaxt ayırsaq, inanın bu yorulmalar olmayacaq. Biz ruhi sağlamlığı hələ sağlamlıq kimi qəbul edə bilmirik, çətinlik çəkirik. Bunu maddiyatla bağlayırıq. Bunu nə bilim başqa şeylərlə bağlayırıq da. Tutaq ki, adam deyir ki, yox, mənim imkanım olsa, mənim heç bir problemim olmayacaq. Belə çıxır ki, imkanlı adamların heç bir problemi yoxdur. Belə bir şey yoxdur axı. Tutaq ki, boşanma olur, deyir ki, kasıb da ona görə boşandı. Sual verirsən ki, varlı boşanmır. Varlı xəstələnmir, o da xəstələnir. Hə, imkan bir üstünlük yaradır. O xəstələnəndə gedib ən yaxşı yerdə, ən yaxşı, belə deyək də, müalicəsini ala bilir. Bu ayrı bir şeydir. Ancaq xəstələnir də. Cavan varlı ölənlər də var da. İntihar olanda deyir ki, kasıb da intihar elədi. Deyirsən, valla varlı da intihar edir. Sadəcə varlı intihar edəndə çox vaxt onu gizlədirlər. Deyirə yatıb durmadı, nə bilim. Çünki o adı götürmək istəmir üstünə. Deyir yatdı da durmadı, ürəyi tutdu, öldü. Bilən bilir ki, o intihar edib. Aydındır. Onlar çox vaxtı o sözü götürmürlər. Onu yalnız çox dar bir çevrə bilir ki, filan kəs intihar eləmişdi. Çox az adam bilir. Ancaq kasıb yıxılır, həyatını dəyişir. Deyir, o intihar elədi. Yox, o intihar. Deyirsən, bu yıxıldı. Bu çıxmışdı dama, sürüşüb, yıxılıb, həyatını dəyişib. Deyir, elə şey yoxdur. O intihar elədi. Kasıbın problemi çoxdur. O bəli, yəni, zəmin yaradır ona bu intihar. polemikada cəmiyyətə bir şey vermir. Aydındır. Yəni biz ruhi sağlamlıqdan danışırıq. Deyək ki, deyirsən ki, səhər erkən oyanmaq lazımdır. Bir yürüyüş eləmək lazımdır. Belə deyəndə deyir ki, yo, niyə durum ki? Deyirəm, bu sənin özün üçündür də. Axı, burada pul lazım deyil. Deyir, mən işləyirəm, gec gəlirəm. Deyək ki, ona görə mən yatmaq istəyirəm. Sual. Nə qədər insan, mən özüm də elə bu prosesin içində, hamımızda, biz normal yata bilirik. Telefonda, sosial şəbəkədə, orada, burada. Yatsa onu bərpa edəcək. Yəni, nəyi demək istəyirəm? Biz məsuliyyəti öz üzərimizə götürdüyümüz təqdirdə daha çox inkişaf edə bilərik.
Nəinki məsuliyyəti kiminsə üzərinə qoymaq. Bu mənim həyatımdırsa, bunun məsuliyyəti birinci mənim üzərimdədir. Buna mən cavabdehəm. Burada kimisə günahkar tapmaq bir şey verməyəcək. Mənim həyatımdan söhbət gedir də. Siz mənim sağlamlığımı qoruya bilməzsiniz. Onu qorusa mən özümü qoruyacağam. Siz mənim ruh halımı hansısa formada təsir edə bilərsiniz. Ancaq onu düzəltmək o mənim üzərimdədir. O mənə bağlı bir şeydir. Yəni demirəm, əlbəttə hər bir insan məsuliyyətli olmalıdır, kömək eləməlidir, dəstək olmalıdır. Bu öz yerində. Ancaq bunu kəskin bölmək məncə doğru deyil. Bildiniz necə? Yəni biz bu cür yanaşmaqla bir nəticə hasil edə bilmərik. Bu dərəcədə bunu bölmək olmaz. Əlbəttə adamın maddi durumu yaxşı olanda onun üstünlükləri də çox olur. İstirahətə gedir, nə bilim, bir şeylər ailəsi üçün, uşağı üçün ala bilir. Bu üstünlükdür. Və balaca bir üstünlük də deyil. Ancaq bu demək deyil ki, o xəstələnmir. Bu demək deyil ki, onun ailəsində problem olmur. Bu demək deyil ki, başqa bir şeylər baş vermir. Olur, niyə biz insan? O problem xəstələnmək o kasıb varlığa bax. Baxın, əlbəttə. Gözəl bir mövzuya toxundunuz. Psixoloji sağlamlıq da, yürüyüş dediniz, kitab dediniz, sosiallaşmaq dediniz, ailə ilə vaxt keçirmək dediniz. Düzdür, biz indi risk çevirdikcə qabağımıza o bəzən peşəkarların, bəzən də qeyri-peşəkarların videoları çıxır, onların məsləhətləri çıxır və s. Amma ortaq dedikləri şeylər də var da. Siz bir düstur versəniz bizə ki, psixoloji sağlamlıq üçün hamı, yəni individual, yəni hamının tətbiq edib nəticə alacaq şeylər varmı belə şeylər ki, biz gündəlik olaraq bunları eləməklə psixoloji sağlamlığımızı normada saxlaya bilərik? Yox, mən faydasını gördüyüm şey deyə bilərəm öz həyatımda və bununla bağlı oxuduqlarım da bunu göstərib ki, birinci növbədə səhər erkən oyanmaq. Hansı saat, məsələn, gün doğmamışdan Bu insana baxır. Yəni biri üçün səhər tezdən saat 4-dür. Biri üçün saat 5-dir. Biri üçün 6-dır. Yəni mənim üçün normalda 6-nın yarısı 6-dır. Yəni erkən oyanmaq. Zaman keçir, bəlkə saat 5-ə gətirdim. Çünki sən günə erkən başlamaqla heç bir şeyə tələsmirsən. Aydındır. Əgər işə getməkdirsə, tələsmədən gedirsən. Tələsmədən getdiyin üçün, nə bilim, ayağı tapdalayana kömək eləmək istəyirsən, deyəsən yorğunsan, deyəsən narahatsan. Sən təsəvvür sən tələsirsən, biri də nə bilim istəmədən ayağını tapdaladı, o zaman başlayır belə mübahisələr, dava-dalar, işə gedən, tələsməyən adam xaricdə biri qabağına çıxanda deyir, buyur keç. İndi təsəvvürün bu tələsir. Hələ çıxmamış başlayır orada artıq bunlar belə aqressiyalar. Çox yanaş. Heç vaxt belə fikirləşmədim. Yəni tez durmaq, tələsən adam stressli olur. Çox stressli olur. Və tək erkən oyanmaqla məsələ bitmir. Sənin zamanın olur ki, özünə vaxt ayırasın. O sənin zamanındır. Yürüyüş edə bilərsən, kitab oxuya bilərsən. Sən bunu etdikcə özünə hörmətin artır. Özünə dəyərin artır. Verdiyin dəyər böyükdür. Və dolayısıyla səhəri necə başladım? Bu depoladın da pozitiv şeylərlə. O kifayət edir ki, gün ərzində sənin psixoloji dayanıqlılığın daha möhkəm olsun. Sən stresə davamlılığın daha möhkəm olsun. Niyə misal üçün deyirlər ki, erkən oyanmaq, yürüyüş etmək, kitab oxumaq. Kitab oxumaq beyin gimnastikasıdır. Beynin çalışmağa başlayır. Janrın fərqi var. Yəni məsəl üçün Necə? Bəzi romanlar var, çox qaranlıq və insanın içini depressiv edir. O fərddən fərdə dəyişir. Adam var roman oxumağı sevir. Adam var sahəsi ilə bağlı kitablar oxumağı sevir. Digər riyaziyyatçıdır, riyaziyyatla bağlı kitab. Həkimdir, öz sahəsi ilə bağlı kitabları oxumağı sevir. Ədəbiyyatçıdır, ədəbiyyatla bağlı kitablar, roman oxuyur, novella oxuyur, nə bilim, hekayə oxuyur.
Deyirəm oxuduğu şeylər onun psixikasına təsir eləyərmi? O baxımdan deyirəm. Yəni daha Çox. negativ yazılar bir sadəcə adını unutmuşam. Səhv bilmirəmsə İranlı idi, səhvim varsa düzəltsinlər. O insan kitabları ilə bir çox insanın intiharına səbəb olmuşdu. Yəni bu baxımdan deyirəm ki, Nəinki kitabları ilə, musiqi olub. musiqi Musiqi olub ki, o musiqiyə qulaq asıblar, intihar ediblər. Sonra o musiqini qadağan ediblər. Bunlar əlbəttə intihardan çəkindirə də bilər, sövq də edə bilər. Yəni o belə deyək də, o kitabı yazan müəllifin niyyətinə bağlıdır da. Hə, kitab oxuyanda da çalışmaq lazım, diqqət edin. Yürüyüş dediniz, erkən oymaq dediniz, kitab dediniz. Kitab oxumaq, bir də mənə görə ən vacib komponentlərdən biri doğmalarla ünsiyyətdə olmaq. Ailə. Bu bəli, yəni çünki ailə bizim enerji generatorumuzdur da. Yəni əlinizdəki telefon enerjisi olduğu qədər faydalıdır. Yəni onun enerjisi bitsə, o heç kimə lazım deyil. Siz ondan istifadə edə bilməzsiniz. Onu enerji doldurmaq üçün nə edirsiniz? Gedib taxırsınız onu, nə bilim, enerji mənbəyinə, düzdürmü? Biz özümüz də insanlıq enerji ilə çalışırıq. Biz özümüzü ailədə şarj edirik. Əgər sən oradan səhər qanı qara çıxmısansa, sənin enerjin yoxdur. Sən səhər oradan enerjini götürüb çıxmısansa, sən gün necə keçəcək, heç hiss eləməyəcəksən. Söhbət müsbət notlardan gedir. Biz buna çox zaman fikir vermirik. Bizim ən böyük enerji generatorumuz ailədir. Bu sənin öz ailəndə ola bilər, ata evində ola bilər, fərq yox. Bu tələbəsənsə qrup yoldaşlarından qalırsan. Yəni o yuvandır da. Gecə harda qaldın, o enerji yeridir. Yəni sən hara ki dönəcəksən, o oradır. O generator oradadır. Evə getmirsən, başqa yerə gedirsən, o sənin öz işin. O enerjini yığacaqsan, yığmayacaqsan, o sənin öz işin. Yəni burada diqqət edəcəyimiz məqam nədir? Ümumiyyətlə bizim ruhi sağlamlıq deyəndə, psixoloji sağlamlıq deyəndə biz nəyi nəzərdə tuturuq? Biz bunu gərək fərqləndirməyi bacaraq. Yəni biz burada insanın psixi sağlamlığı, ruhi sağlamlığı deyərkən biz nəyi başa düşürük? Burada müsbət emosiyadan gedir, müsbət davranışdan gedir, müsbət ünsiyyətdən gedir. Adam var zəhər tuluğunda, ağzı açılır, ancaq onu bunu acılamaqla məşğuldur. Bu psixoloji sağlam adam deyil. Həm digərlərinin psixoloji sağlamlığına zərbə vurur. Tutaq ki, adamın soyuq dəyməsi var. Deyir ki, az kontaktda ol ki, sən yoluxdura bilərsən. Aydındır. Bu xəstəliyi keçirə bilərsən. Elə xəstəliklər var, bu yoluxucudur. Elə insanlar da var. Onlar başdan ayağa virusdular. Yəni bunlar hara getdilər, oranı pis günə salırlar. Çıxandan sonra adam deyir, sən Allah yaxşı oldu, getdi. Bütün əhvalımı körladı bu adam. Niyə? Demək insan özü də psixoloji yoluxucudur. Elə insan var, onunla oturursan, söhbət edirsən, deyirsən ki, özümü elə yaxşı hiss elədim. Çox belə enerji aldım. Mənəvi qidalandım. Onda sual çıxır ortaya. Deməli, psixoloji qidalanma var. Yəni, bu sənin ruh halıva müsbət təsir göstərir. Dülüstü var, vampirdir. Oturursan, danışırsan, gedir, çökürsən, az qalıb yıxılasan ki, ay öldüm, bütün enerjimi aldı bu. Virusdur da bu. Bunlar təsəvvür edin, olduqları yeri yoluxdururlar. Ailədirsə, ailəni də yoluxdurub. Onlar onunla gəzirlər. Yəni, bu şeylər nəzərə alın. Bu kiçik şeydir. Ancaq həyatımızda böyük fərq yaradır. Kiçik detaldır. Bəlkə heç diqqətə almadığımız detallardır. Ancaq baxın, həyatımızda nə boyda fərqlər yaradır. Və biz nə qədər ruh halımıza
müsbət yaxud mənfi təsir göstərir. Niyə deyirlər ki, neqativ şeylərə baxma, neqativ şeylərə qulaq asma? Niyə? Qidalanma. Yaxşı şeylərdən qidalan. Yaxşı şeyləri götür. Ruhun onunla qidalansın. Deyirsən ki, bu qidadır. Bunun müddəti var da. Markete gedəndə ikinci işin müddətinə baxmaq olur. Çünki müddətdən əgər keçibsə, bu bədənivi nə edər? Zəhərləyəcək. Ruhi sağlamlıqda da var da. Deyir, bax, o müddəti bitmiş bir şeydir. O sağlamlığı, ruhi sağlamlığı korlayacaq. O da eyni şeydir. Bu fiziki sağlamlıq üçündür. O da ruhi sağlamlıq üçündür. O da ona pis təsir edə bilər, müsbət də təsir edə bilər. Bunu bunun üçün deyirlər. Biz zaman-zaman artıq bəzi anlayışları həyatımıza daxil etməyə başlayırıq. Biz artıq indi qəbul edirik ki, psixoloji sağlamlıq var. Hər kəs psixoloqa getmək məcburiyyətində deyil. Elə bir şey yoxdur. Ancaq hər kəs psixoloji sağlamlığının qeydinə qalmaq məcburiyyətindədir. Hər kəs xəstələnmir. Çünki hər kəs sağlamlığını qoruyur. Xəstələnsə gedəcək həkimə. Xəstə deyilmsə, mənim həkimdə nə işim var? Aydındırmı? Yəni biz bunu nə qədər çox qoruyarıqsa, o qədər bir ora getməyə ehtiyacımız az olacaq. Bir də suallardan əlavə olaraq ağlıma gəldi ki, bəs belə bir şey olur, bəzən məsələn bir süfrə olur, əyləşirik. Məsəl üçün deyirəm, sizin podkastda da açıb baxırıq biri. Məsələn deyir ki, filan kəs zəhər tuluğundan uzaq durun, bir neqativ adamlardan uzaq durun və stolda ən neqativ adam deyəcək, hə, doğrudan gələk neqativ adamlardan uzaq duraq. Bu insan özünü necə fərqinə vara bilər ki, öz problemlərinə necə fərqinə vara bilər? Bunun çox çətinliyi. Bəzi adamlar deyirsən ki, sən narsistsən də, səni görünür də bu. Ya çox egoistsən. Mümkün deyil qəbullandıra bilmirsən. Deyirsən ki, sən bunu özündə bir dənə etiraf eləsən, sən həyatın dəhşət dəyişə bilər də. Biz bunlarla necə rəftar eləyək? Bunlar necə izah eləyək ki, problem elə sizsiz? Səhv eləmirəmsə, Yunan mütəfəkkirlərindən Fales deyib ki, göz yeganə deyir insan bədənində orqandır ki, sən onunla bütün dünyanı görürsən, bir özündən başqa özünü görə bilmirsən. İnsan bəzən özünü görə bilmir. Onun üçün kənar göz lazımdır. Ona görə deyir ki, hər bir insanın eşidə biləcəyi yanında bir insan olmalıdır. O ailədə ola bilər, dost da ola bilər. Çevrəndə bir adam ki, o sənə doğruları deyir və sən də onu eşidirsən. Yəni tənqid eləyə bilirsən rahat. Sən tənqidini qəbul edirsən. Və sən onu ciddiyə alırsan. Sənə bir sözü 3 mənbədən deyirlərsə, diqqət ayırmalısan da. Yaxşı, biri qərəz idi. 2 qərəzdə, 3 də qərəz deyildi. 3 dəfə ailə qurub, birində bu pis idi, ikincidə o. 3 özün pissən də. Bunu deyinəndə bunu demək çox mu çətindir? Yox, hamı pisdir. 4 dəfə yəni də deyir, bu da pisdir. Pisdir, bəli. Bir dön özünə bax da. Nə oldu? Hər kəs pis oldu. Birdən sən yaxşı oldun. Çünki sən nətər yaxşısan ki, sən yaxşını cəlb eləmirsən. Sən çox vurucudur o. Yəni burada demək pis adamsan ki, pis cəlb eləmirsən. Sən yaxşı adam olsan, maqnitdir də, hara qoysun, maqnit dəmiri çəkəcək də. Elə özün kimi tapmısan da. İndi o qaçıb canını qurtarıb, sən qalmısan. Yəni burada biraz məsələyə yanaşmadan çox asılıdır. Bax, sizin dediyiniz, gedirsən bir məclisə, orada 2 faktor var. Bir, qida var, qidalanırsan. Fiziki sağlamlıq, bir də orada oturanlar, psixoloji sağlamlıq. Ən yaxşı qidalar ola bilər süfrəndə. Orada oturanlar ürəyincə deyilsə, sən o qida sənə heç bir faydası olmaz. Yox, orada insanlar ürəyincədirsə, sən qidaya fikir vermirsən. Və toylara gedib yeməkdən danışan insanlar varsa, deməli onların stolunda yaxşı adam oturmuyor. Onun bütün fikri zikri ora yönəlib. Yox, əgər orada stolda
yaxşı adamlar oturubsa, Bəzən- fikir verin, deyir ki, hər şey qəşəng idi, hər şey gözəl idi, belə hər şey belə yüksək səviyyədə idi. Niyə? Onun ətrafında olan insanlar yaxşı olur. Pisdirsə detalına qədər. Nə bilim, salatı bu cür idi, əti bu cür idi. Nə bilim, yeməyi bu cür idi. Niyə? Çünki o qidalanma, o fokuslanıb fiziki tərəfə. Demişəm dostlarla birdən Məhəmmədsə çağırırlar və yaxud deyirlər rayonlara gedək. Birini soruşam ki, kim gedir? Əsas mənim üçün odur. Yəni orada nə yeyiləcək, nə içəcək, aktivitə necə olacaq maraqlı deyil. Kim gedir? Əsas odur. İnsan insandan qidalanır. Bu çox mühüm bir şeydir ki, bir insan bir insandan qidalanır. Və xoş insanın halına ki, o qarşılıqlı qidalanmadır. Yəni sənin elə bir dostun var ki, 7-24 haçan çağırsa gedəcəksən. Və ətrafında elə bir insan var ki, haçan çağırsa məşğulsan. İşin var. Niyə? Çünki sən görüşmək istəmirsən. Ondan qidalanmırsan. Qidalanacağın insan üçün görüşməyə bəhanə axtarırsan. Və o da həyatımızda çox deyil. Az sayda adamlardır. Bəli. Hansı ki bizə həmişə onlarla görüşmək xoşdur. Yəni bizim tanıdıqlarımız çox adam ola bilər. O tanıdıqlarımız içərisində barmaqla sayılacaq. Bütün insanlara şamildir. Barmaqla sayılacaq adamlar var ki, onlar daim görüşə bilirlər və görüşəndə də belə mənəvi qidalanırlar. Yəni mənəvi qidalanma, mən sizə deyim ki, fiziki qidalanmadan qat-qat artırır. Özdə indiki dünyada diyet, az yemək, gündə bir dəfə yemək, bu kimi şeylərin aktual olduğu bir dünyada mənəvi qidalanma daha üst səviyyədədir. Bəli. Aydındırmı? Yəni gündə deyil, bir dəfə sən qidalansan kifayət. Mənəvi yox. O həm də o deməkdir ki, gərək daha çox mənəvi qidalanasın. Çünki mənəvi qidalanmaq sənin həyat keyfiyyətini artırır, sənin rifahını artırır və psixoloji sağlamlığı artırır. Ən çox qorxduğum şey mənə hansı həqiqət göstərir? Yəni qorxu hansı mesajı verir bizə? Biz qorxanda ümumiyyətlə reaksiyamız necə olmalıdır? Yəni qorxanda adətən insanların reaksiyaları qaçmaq olur, donmaq olur, yerində dayanıb qalmaq. İndi hərə bir cür reaksiya verir. Kimisi ağlayır. Bu insandan insana dəyişir, ancaq bunu bilirəm ki, hər bir qorxunun arxasından ölüm mələyi baxır. Hər bir qorxunun. Bəli, bəli. Sən niyə qorxursan? Çünki fikirləşsən ölə bilərsən. O ölüm mələyi oradan baxır. Əgər az baxsa az qorxacaqsan, çox baxsa çox qorxacaqsan. Bu normal insan instinktidir və burada qeyri-adi bir şey yoxdur. Və kimsə deyirsə mən heç nədən qorxmuram. Mən onun səmimiyyətinə inanmıram. Ümumiyyətlə qorxu olmasaydı cəmiyyət var ola bilməzdi. Bəlli dərəcədə qorxu çox önəmli bir şeydir, vacib bir şeydir. O cəmiyyəti ayaqda saxlayır. Sən xəstəlikdən qorxmasaydın, canına baxmazdın. Sən o dünyadan qorxmasaydın, bu dünyada nə istəyib eləyərdin? Qorxu insanın hərəkət və davranışına müəyyən norma verən bir şeydir. Hə, patoloji qorxaqlığı var, o ayrı. Biz patologiyadan danışmırıq. Adam var, hər şeydən qorxur. O artıq xəstəlikdir, biz ondan danışmırıq. Normal səviyyədə insanda qorxu olmalıdır. Yox, mən qorxmuram, küçəni keçirəm, oradan da maşınlar gəlir. Mən qorxmadım. Sonra? Patoloji qorxular da ölüm qorxusundan gəlir. Bəli. O daha çox biz görürük ki, misal üçün patoloji qorxular, orada travmalar da olur, orada genetikada müəyyən formada rol oynayır. O da rol oynayır. Travmalar da, psixoloji travmalar yaşadıqları travmalar da orada rol oynayır. Yəni qeyri-adekvat hərəkətlər edənlər var da, yəni çox elə şeylərdən qorxurlar ki, adekvat adamlara bu gülməyə gəlir bəzən. O siz dediyiniz biraz şeylərlə bağlıdır, fobiyalarla bağlıdır. Konkret bir. Bunlar fərqlidir. Adam bəli həşəratdan qorxur, adam var. Tutaq ki, bura girmir, deyir ki, orada stolda oturaram, iynə olacaq, o iynə mənə batacaq, nə bilim.
O biri deyir ki, burada nə bilim hansısa bir həşərat olacaq. Bu konkret Hə. yönəlik. Bu özü də psixoloji problemdir. Yəni psixoloji problem kimi dəyərləndirilir. Niyə misal üçün heç uzağa getməyək də, obsessiv kompulsiv pozuntudan əziyyət çəkən insanlar var. Bütün günü ev təmizləyir, nə bilim, bütün günü əl yuyur və yaxud nə bilim, qapını belə açır. Onların əksəriyyəti genetikada var. Ya anasında var, ya xalasında var, ya atasında var, əmisində var, bibisində var. Onların əksəriyyəti genetikalarında var bu. Mən misal üçün müşahidə eləmişəm ki, əksər sual olunur ki, bu ailədə 4 nəfərdir, niyə bunda çıxdı? Daşıyıcıdır indi. Bunun üçün münbit şərait yarandı, çıxdı. Bunun üçün münbit şərait yarandı. Hə, o işi artıq belə deyək də, orada psixoloji faktor ortaya girir. Aydındır. Yəni psixoloji faktordan bu önə çıxdı. Biz hamımız xəstəlik daşıyıcılarıyıq. Bütün xəstəliklərin daşıyıcılarıyıq biz. Hansına münbit şərait yaranarsa o önə çıxacaq. Əlbəttə. Elnur bəy, bizdə rubrika olur. Biz sizə sual verəcəyik, 3 cavab verəcəksiniz. İlk öncə elə həmişə bütün qonaqlara verdiyim sualdan başlayaq. Sizin həyatınızı dəyişən və auditoriya, dinləyicilərə tövsiyə edəcəyiniz 3 ən yaxşı kitab. Çox maraqlı sualdır. Mən buna cavab versəm, o biri kitablar məndən küsəcəklər. O biri yazarlar küsəcəklər. Biraz çox deyərsən, deyil mi? Ya orada bir Azad Mirzəcanzadənin İxtisasa giriş kitabında sonda yaxşı bir yer var. Deyəsən Pushkinin sözüdür. Deyir, kitabları sevin, lazım olmayanı oxumayın. Mənim üçün önəmli olan bir insanın kitab oxumağıdır. Çünki orada sən deyək ki, səfilləri oxuyacaqsan, orada fizika ilə bağlı bir kəşf də edə bilərsən. Və yaxud sən Dostoyevskinin Cinayət və Cəzasını oxuya bilərsən, nə bilim, biologiyada bir kəşf edə bilərsən, psixologiyada bir kəşf edə bilərsən. Mühüm olan sənin ustanovkandır. Mən bütün oxuduqlarımda özümə lazım olanı çıxarıram. Onları əldə etmək. Burada psixologiya ilə bağlı nə var? Fəlsəfə ilə bağlı nə var? Sosiologiya ilə bağlı nə var? Mən lazım olanları götürürəm. Çünki mənim beynimdə o ustanovka ilə qurulur. Yəni, hansı kitabı götürəcəyimsə, lopam ancaq ona baxacaq. Belə isə, əlbəttə, indi kitablar çoxdur. Klassikləri deyərdim ki, oxumaq lazımdır. Məsəl üçün, mən sevərək tövsiyə edirəm Qabusnaməni. Qabusnamə. Artıq ikinci qonağımız ki, Qabusnamə deyirsiniz. Mən məsəl üçün, ildə bir dəfə çalışıram ki, onu oxuyum. Məsəl üçün, sevirəm. Orada niyə? Çünki orada bölünüb. Harada nə etməklə bağlı və nəzərə alın ki, bir şah övladına miras qoyub da, şah övladına bir şey miras qoymaz. Və o Qabusnaməni çox xoşlayıram. Oxumağı, yəni deyirəm, vaxt tapdıqca onlara yer ayırıram. Sonra, misal üçün, o janrda kitablar düzdür, biz getsək çoxdur. Orada elə Nəsrəddin Tusinin Əxlaqi Nasir var. Misal üçün, odur, Gəllə və Dimnədir. Sonra Tutinamədir. Və sonradan düzdür, Avropada biraz fərqli istiqamətdə gedib. Misal üçün, Machiavellinin Hökmdar əsəri. Ondan sonraki dönəmdə Qrasiyanın bu müdriklik sənətidir. Adını unuttum. O da balaca bir kitabdır. Mən çalışıram ona da. Bir arada baxın. Stoic kitablarınız var. Bəli, sonra artıq 20-ci əsrdə Robert Greene'in Hakimiyyətin 48 qanunu. Onlar eyni xətt üzərindən olan kitablardır. Bu biri xəttdən Qabusnamadan ta
Tusi və müasir dövrümüzə qədər o janrda yazılan kitablar, onları kataloq eləmişəm başqa bir istiqamətdə. Evdə mən bir kitabxanam var, onların hamısını bölmüşəm. Bölmüsün. Bu hansı janrdadır, bu hansı janrdadır. Artıq bilirəm ki, mənə bu lazımdır, bunu oxumalıyım. Quran-ı Kərimin özü. Yəni çox dərin bir kitabdır. İncilin özü. Yəni dərin kitablardır. Mən sizə deyim ki, indi bilmirəm mən necə başa düşəcəklər. Mən misal üçün Bhagavad Gita-nı oxumuşam. Özümə lazım olan şeyləri də götürmüşəm. O demək deyil ki, mən Krishna idol. Yox, əlbəttə o da bir fəlsəfədir. Oxuyuram. Bax, ümumiyyətlə bu nə yazıb? Bu Az mən də nəyi oxumuşam. cəmiyyətə, insanlara hansı töhfəni verirlər? Misal üçün şərq fəlsəfəsi çox güclü olur. Çox zəngin olur. Orada həyatla bağlı, yaşamaqla bağlı daha çox məsələlər var. Qərb daha çox kosmosla məşğul olub. Daha çox belə deyək, təbiətlə məşğul olub. Siz misal üçün baxın qədim dövr Qərbin fəlsəfəsinə, orada kainat, orada kosmos, orada təbiət və dönün baxın Şərqin fəlsəfəsinə. Orada kim var? Konfutsi var. Orada Budda var. Orada nə bilim digər Vedanta, Mimamsa, digər məktəblər, yoganın özü. Onlar insanla məşğul olurlar. Orada fokusda insan olur. Bu biri tərəfdə kosmos olur. Kim haqlıdır, haqsızdır, bu ayrı söhbətdir. Bunların harmoniyası daha gözəldir. Quran dediniz, Qobusnamə dediniz, İncil. İncilin bu arada mənim də dini inancım müsəlmanam. Mən İncili çox zövqlə oxudum kitablardan biridir. Matta İncili. Əsasən də möhtəşəmdir. Mən də telefonda bəzi yerlərini çəkmişəm, telefonda saxlayıram, arada bir açıb baxıram. Çox bəyənirəm. Yəni bir müqəddəs kəlam kimi də əlbəttə o inanca mənsub adamlar baxırlar ona. Amma mən biraz tamam başqa cür fərqli baxıram. Nəyə görə siz insan oxumalıdır. İnsan davamlı oxumalıdır. Yəni bir insan oxumursa mənə biraz qəribə gəlir. Bu heç nəyə baxmır. Oxumaq ali təhsil almaq deyil. Sən məcbur deyilsən ali təhsil almaq. Ancaq oxumaq ən böyük belə həzdir. Bəlkə mənə görə elədir. Hər bir şeydə bir nələrsə axtar. Yəni ən gözəl məşğuliyyətdir. Hərdən mən misal üçün dostlarımla zarafat edirəm, deyirəm. Mən aylarla kitabxanamdan çıxmasam, heç vecimə də olmayacaq. Oturum orada. Heç ehtiyac da hiss eləmirəm ki, harasa gedim. Oturursan, kitabını oxuyursan, yazırsan, nə bilim. Başqa nə olsun? Başqa nə olsun? Gözəldir. Mən də elə düşünürəm. Oxumaq daim həyatımızda olmalı. İstəmişik. Ali təhsil deyil məsələ. Biz də çalışırıq. Yəni istəsəz o kitablardan həm dediyim kimi də Qabusnamə, Tusinin Əxlaqi Nasiri indi yadıma düşən. Yeni dövr kitabları, şəxsi inkişaf kitablarından birini deyə bilərsiniz. Məsələn, şəxsi inkişafla bağlı və misal üçün mən böyük məmnuniyyətlə tövsiyə edərdim. Napolyon Hillin Düşün və Varlıq. Yəni burada olmalıdır kitab. Niyə misal üçün onu mənə sual verirlər, niyə onu? Deyirəm, onu silkələsən, bugün fərdi inkişafla yazılan kitabların mütləq onun böyük qismi oradan çıxacaq. Mən onu özümdə nə cür analiz elədim? O yazılmışdı 30-cu illərdə. Və o vaxtda da Amerikada böyük bir depressiya dönəmi idi, böhran dönəmi idi. Və həmin dönəmdə Amerikada yazılan kitablar Napolyon Hillin Düşün və Varlan, Carnegie'nin Dostu Necə Qazanmalı, sonra bu janrda olan kitablar və mən orada nəyi müşahidə elədim? Düşüncənin gücü o böhrandan insanların çıxmağına kömək elədi, ünsiyyəti qoydular. Və dedilər, sənin ünsiyyətin yaxşı olmalıdır ki, sən həyatda özünü aktuallaşdıra biləsən. İndi ondan sonra gələn dönəmlər oldu. Fərdi inkişafla bağlı mən misal üçün
Napoleon Hill'in Düşün və Varlan kitabını. Son dövrlərdə çoxdan oxumusunuz yəqin. Son dövrlərdə oxuduqlarınızdan var. Məsələn yeni kəşf elədiyiniz Ben her gün şəxsən bir, kitab kəşf edirsiniz. minimum bir, en azı saat yarım kitap okuyacağım. Her gün. Yani okumadığım günleri ben gün saymıyorum. Yani böyle biraz böyle şey olacak. Yani Nümunə ben olsun gündelik yani. bu benim hayat rutinimdir. Ben, Bir saat yarım kitaba herkes vaxt ayırırsınız. bilirler elbette. Yani o bir mənalı. Ona göre ben son zamanlar yani aya bir rahat 5-6 kitap bitiririm. Rahat. Ya ben Gözəl kitabı vəziyyət. yığmaq üçün almıram. Ben okumaq üçün alıram. Kitab baxmaqda da belə bir şey var. Bir dostuma deyirəm ki, oxu da belə eləyir. Deyir ki, birdən belə ah çəkir. Bu gün də bir 30 səhifə oxudum da. Baxıram ki, zövqlə oxumur da. Deyirəm bu davam eləməyəcək səndə də. Bu disiplin davam eləməyəcək. Deyir niyə? Deyirəm ki, zövqlə oxumursan. Siz indi kitab haqqında o qədər zövqlə danışırsınız ki, yəni bir həzlə danışırsınız. Ya o qidadır. Mən orada oxumaq məsələsində onu da vurğulayıram ki, məsəl üçün elə kitablar var ki, sən günə məsəl üçün 10 səhifə oxuyursan. Ağır gedir. Ağır kitablardır. Adi məsəl üçün psixologiyadan elə kitablar var ki, 10 səhifə oxuyuram, görürəm ki, Kifayət bunu deyil. həzm eləmək var. Məsəl üçün mən düşünmürəm ki, kimsə Kurt Lewini oxusun və bir nəfəsə onu başa düşsün. Çünki orada düsturlar var, o qədər Dərslik məqamlar deyil. var. Yox, dərslik deyil indi o da. Yox, şey Sosial məsələlərində. psixologiya ilə bax. Bəli, ağır kitablar kitablar var. var. Yəni sən deyək ki, Carl Jung'u oxuyub sən bir nəfəsə Hə. onu necə başa düşəcəksən? O mümkün deyil axı. Çünki bu ayaq üstü oxunacaq kitab deyil. Bu ictimai nəqliyyatda oxunacaq kitablar deyil. Bunu gərək oturasan, hazır olasan, o dalğada olasan və onu oxuyasan. Elə kitablar var ki, o hər yerdə oxumaq Hər olar. üstə Mən oxumaq. yolda da məsəl üçün maşınımda da kitab vardı. Yolda da açıram, oxuyuram, baxıram. Bilirəm ki, onu burada oxumaq olar. Ağır kitab üçün gərək biraz da ağır olasın. Hə, gözəl. İnsan özünü dəyişdiyini zənn edib əslində yerində saydığını göstərən 3 fakt nədir? O düşünür ki, dəyişir, amma yerində sayır. Bunu necə təyin edə bilərik? Biz onu praktik həyatda görə bilərik də indi. Bir insan dəyişdiyini o real göstəricilər olmalıdır. Mən dəyişdiyimi harda görə bilərəm? Davranışımda, ünsiyyətimdə, insanlara baxışımda. Əgər burada dəyişiklik yoxdursa, deməli mən fərqində deyiləm də. Çünki mən almanı sıxacağamsa, oradan armud soku çıxmayacaq. Alma soku çıxmalı. Düşdüm. Və əgər mən dəyişiklik etmişəmsə, bu real həyatda özünü göstərməlidir. Mən sizi aldada bilərəm, özümü aldada bilmərəm. Mümkün deyil. Yəni davranışlarında bilə bilər. Davranışında, Nasıl- ünsiyyətində, nasıl- həyata baxışında, hətta daxili motivasiyasında, özünə hörmətində, özünə nəzarətində bu Bəzən vacib çətin olur, bir ya. komponentdir. Mən sizə deyim ki, bir insan üçün psixoloji sağlamlıq üçün vacib komponent insanın özünə hörməti, özünə nəzarətidir. Əgər bir insanın özünə hörməti yüksək olarsa, özünə nəzarəti yüksək olarsa, Özünə hörmət bərabərdir özünə nəzarət deyə bilərik. çünki bu bundan əlaqəli anlayışlardır. Asıllığı olan insanın özünə hörməti aşağı olur. Asıllığı olan insan özünə nəzarəti aşağı olur. Ona görə onun həyat keyfiyyəti aşağı düşür. Sən onu düzəltmək üçün mütəxəssis nə edir? Onun özünə nəzarətlə, özünə hörmətini qaldırır və qalxdıqca asıllıq düşür aşağı. O qədər qaldırır ki, bu asıllıq davra keçə bilmir. Nəhayət onun həyat keyfiyyəti artır. Çünki özünə hörməti az olan insan yalan danışacaq. Özünə hörməti az olan insan kiminsə haqqına girə bilər. Özünə hörməti yüksək olan insan ədalətli insandır. O ədalətlidir. Ona güclüdür, nə zəifdir, o ədalətlidir. Hər kəsə haqq etdiyini verir. Bunlar fərqli şeylər.
Bizdə özünə hörmət çox ucuzlaşdırılıb o söz. Ona amma nə qədər dəyərli bir məfhumdur özünə hörmət. Ya, mütləq vacib bir komponentdir. Mənə görə bir insan üçün özünə hörmət, özünə Doğru. nəzarət olmalı. Nəzarət. Yəni mən Gözəl düsturdur bu. belə götürək də indi belə bir məşhur bir hekayə də var. İndi vaxtımızı çox alar, mən onu danışmaq istəmirəm. Yəni belə deyək də, heç uzağa getməyək. Hugo'nun Səfirlər əsərində çox yaxşı bir söz var. Deyir ki, bu dünyanı seyr edənin özünü də seyr edən var. Yəni mən bu dünyanı seyr edənəm. Məni də seyr edən var. Mənim özümə hörmətim məndən sırf tənzimlənmir. Mənə baxandan, ona Allah deyirsən, Tanrı deyirsən, nə deyirsən, mən bilirəm ki, o var. Yəni o onunla əlaqəli olmalıdır. İnsan özünə hörməti əlbəttə yerində olmalıdır. Özünə hörmət aşağı oldusa, birbaşa həyat keyfiyyətində aşağı olacaq. İnsan öz həyatını təhlil edəndə hansı 3 sualı versə özünün ən böyük zəif yerini açmış olar öz-özünə. Hansı 3 sualla başlayaq özümüzə? Necə eləyək ki, öz zəif tərəflərimizi tapaq? Var belə suallar. Bir, hardan gəlmişəm, hara gedirəm? Bir də mən kiməm anlayış. Kiməm? Düzdür, belə bir məşhur deyim də var, deyir, nə üçün yaşadığını bilən insan üçün necə yaşamağın bir anlamı yoxdur. Bir insan bilir ki, nə üçün yaşayır, o necə yaşamağın heç bir anlam daşımır. O günə ki, insan nə üçün yaşadığını bilməz. Çünki o kimlik anlayışı vacib bir anlayışdır. O mən anlayışı vacib bir anlayışdır. Yəni sənin kimliyin, sənin həyata və insanlara, dünyaya baxışı bu formalaşdırır. Yəni siz misal üçün podkastlar hazırlayırsınız. İnsanları maarifləndirirsiniz. Sizin bu işə verdiyiniz qiymət var da. Bu sizin üçün nə demək? Həyatınızın harasındadır, mərkəzindədir, qırağındadır. Deyir, sən bir işi görərkən mən iş görmək yox. Sən sanki bəşəriyyətə fayda verirsən, insanlığa fayda verirsən. Aydınmı? Sənin ona münasibətin, o işə münasibətin çox böyük bir anlam kəsb edir. Yəni küçələri təmizləyən insan eləsi var, deyir ki, küçə təmizləyirəm. Bir başqası başqa cür yanaşır. İnsanlar üçün yol açır. Sən ona necə qiymət verirsən? O vacib bir məqamdır. Son olaraq Elnur bəy, bütün kanallara verirəm sualı və maraqlı cavablar gəlir. Təsəvvür eləyin ki, bütün Azərbaycan sizi dinləyir. Bir mikrofon var və siz bir şey deyəcəksiniz. Sabahdan bütün Azərbaycan ona əməl eləyəcək. Bu nə olardı? O çox belə maraqlı bir şeydir. Hər kəs ürəyin çörəyini yeyir. Mən deyə bilərəm ki, çalışın ürəyinizə yaxşı bax. Və o sözdə böyük bir hikmət var. Hər kəs ürəyin çörəyini yeməklə bağlı. Çünki kitab hər kəs oxuya bilər. Təhsili hər kəs ala bilər. Ancaq hər kəsin ürəyi eyni deyil. Və deyəndə söz hər kəs ürəyinin çörəyini yeyir. Çünki insanın ürəyi onu həyatla, insanlarla bağlayan ən vacib bir bağdır, bir əlaqə. Sən ürəyin təmizdirsə, əmin ol təmiz şeylər səni tapacaq. Qarşı şeylər tapacaq. Əlbəttə, yəni mən bütün insanlara sevməyi, yaxşılıq etməyi, yaxşılığın azı çoxu olmur. Bu niyyətə bağlıdır. Sənin yaxşılığın yolu keçən bir insanın
əlindən tutub qarşı tərəfə keçirmək də ola bilər. Sənin yaxşılığın bir təbəssüm də ola bilər. Sənin yaxşılığın bir xoş söz demək də olar. Niyyətin yaxşı olmalıdır. Əgər bu varsa, sən bir yolunu tapacaqsın. Yoxdursa, mümkün deyil. Ona görə yaxşılıq etmək, sevmək insan olmaq lazımdır. Yəni biz o insanlığa nələr aid ediriksə, bu məqam zaman keçdikcə insan başa düşür ki, bir gün gələn bir gün gedəcək. Qalan əməllərimiz olacaq. Ümumiləşdirsək, ürəklərinə yaxşı baxsınlar. Bəli, mən ona çox inanıram. Hər kəs ürəyin çörəyini Yəni yeyir. çörəyin və ürəyinizə yaxşı O baxın. diplomun çörəyi deyil. Hər kəs öz ürəyinin çörəyini yeyir. Ömür bəy, sonlandırırıq və sonda bir şey demək istəyirəm. Həqiqətən çox möhtəşəm ağrınız var. Mənə çox xoş oldu. Yəni Çox sizi sağ olun. canlı olaraq görmək də mənə xoş oldu. Ya, mən təşəkkür edirəm. Siz mənə yazanda o qədər belə, yəni o yazıda görürsən ki, orada istək var. Yəni mən sözə qarşı çox həssasam. Ona görə hərdən deyirlər, çox fikirləşirsən. Deyirəm ki, mən fikirləşib danışıram da. İstəmirəm danışım, sonra fikirləşim. Yəni mən dəvət üçün təşəkkür edirəm. Sonra mən baxdım. Maarifləndirirsiniz, yaxşı işlər görürsünüz. Və niyə də dedim iştirak eləməyim? Əgər deməyə sözüm olmasaydı gəlməyəcəkdim. Və siz suallar da verdiniz. Sevərək cavablandırdım. Və insanlara faydalı ola bildimsə, nə böyük xoşbəxtlik. İnşallah ki, həmişə deyirəm ki, çox şahid olmuşam, özümdə də baş verib. Bir video ilə, bir adamın bir sözü ilə qırılma nöqtələr olur bəzən həyatımızda. Bunun şahidi də olmuşam. Bir adam deyib ki, mən falan adamın falan videosuna baxıb həyatımı dəyişmişəm. Biz də bunun üçün bu yola çıxmışıq və dəvət etdiyim adamları və çalışıram ki, onlar da töhfə versinlər və bizə vasitəçi olaraq əslində. Mən inanıram ki, bu verişdən kiminsə həyatı dəyişəcək, baxıb dəyişər mütləq ki, biri onun həyatında fərqlilik olacaq. Biz geri dönüşləri alırıq belə, Nur bəy yazırlar bizə, direkt yazırlar ki, möhtəşəm alındı, falan şey yoxladım, həyatımda bu dəyişikliklər oldu. Keçən podkastda Elmir bəy demişdi ki, bir həftə pozitiv sözlər işlədim, belə bir NLP texnikası demişdi. İnanırsınız, mesaj qutusuna o qədər şeylər gəlmiş ki, biz yoxlayırıq artıq, dəyişikliklər olub. Bu kimi şeylər, buna da çox sevinirəm mən həqiqətən. Bir insanın həyatına yaxşı mənada toxunuş edə bilirsə, ondan böyük səadət ola bilməz. Bəzən bir cümlə, bir söz insan həyatını dəyişə bilir. Yəni bunlar baxın o müqəddəs kitablardan danışdıq biz. Müqəddəs kitabda deyilir ki, başlanğıcda söz olmuşdu. Ol kəlməsi olmuşdu. Ol dedi, oldu. Yəni söz, adam sözlə sağalır, sözlə xəstələnir. Söz ülvi bir şeydir. Söz müqəddəsdir. Yəni hər şey ünsiyyətin başındadır. Çünki ünsiyyətdə ülviyyət var. Yəni, o onun üzərindədir. İnsanın ruhu niyə əzab çəkir? Ünsiyyət. Bugün insanlar eyni dildə danışırlar. Ancaq eyni cür başa düşmürlər. Başa düşmürlər. Nə olsun eyni dildə danışır? Ailədir, işdir. İşte 5 nəfər var, hamı eyni dildə danışır. Ancaq fərqli anlamlar çıxır. Eyni dildə danışanda, eyni cür anlaşılanda həyat da gözəl olur. Bəli, vaxt ayırdığınız üçün təşəkkür edirəm. Bilirəm ki, sizin gündəlik həyatda nə qədər işiniz olur, vaxt çatdıra bilmirsiniz, amma bura gəldiyinizə görə təşəkkür edirəm həqiqətən. Xoş oldum mənə. Mənim üçün unudulmaz gün oldu. Təşəkkür edirəm. İzləyənlərə də təşəkkür edirəm.